Hello əzizlərim, Temu açılımı eləyirdim, hələ Temu açılımında aldığım bu pencəyi giyindim. Dedim, hələ bu ilə davam edim də videolar çəkmək. Xadunkadır, xadulkadır, nədir bu? Tutub gəzdiyim, dirənərək. Eyb yox, pis günün ömrü az olar, igidin başı qalda olar. Deməli, ayın 27 noyabrda mən yıxılmışdım, 26-sı mən ən son Əsəkərəm operasına getmişdim. Bir qədər tez gəldiyim üçün perona getdim və oradakı, bu dəfə inşaatçılarda yox, oradakı Lakmedən 2 ədəd ətir almışdım. Son vlogumda da görə bilərsiniz konfetlər, ətir filan bəs məkan. Demişdim ki, ayrıca vlog çəkiləcəm, amma qismət olmadı. Deyirsiniz saydığını say. Görküm, Allah nə sayır? Necə idi o atalar söz? Sən saydığını say. Kim ya? Kim? Neysə, yadımdan çıxdı. Deməli, 2 dənə ətir göstərəcəm sizə, ətir açılımı eləyək, unpacking. Bu, yadınıza gəlir mənim göy Angel Müller, necə oxunur o? Var idi, əsli, var idi, yəni indi də var. Hələ ki, tam bir-iki dəfə belə fıskırtmışam, ətirim çox olduğu üçün, amma mən ətir manyakıyam. Bu, Alive Now, həmin o, Angel'ın qırmızı variantı var, Angel Passion, Angel Star Passion, Angel Passion Star, neyse qırmızı belə ulduz var ha. Onun cüpü alternativdir. Amma Alhambra ayrı-ayrılıqda orijinal ərəb ətridir. Maison Alhambra evi, yəni. Amma oxşar notlarda, yəni ki, tanınmış ətirlərə oxşar notlarda özünə məxsus ətirlər istehsal edir. Bu ətri mən çoxdan istəyirdim alım. Amma nəsə alıb başa çıxmadım. Elə də bahalı ətir deyil. 22 manat olmalı. Tam yadımda deyil. Ətir hələ buradan gəlir. Ətir buradan gəlir. Bu hər hamı üçün yaxşı olacaq. Bilirsiniz niyə? Burada həm gül kompozisiyası var, həm meyvə kompozisiyası var. Burada güllərin notlarını eşidə bilərsiniz. Eşitmək deyirlər. Bəli, mən də hiss etmək deyirəm, amma necə aləmi götürdü. Allah əslini, o qırmızı müqlərdə mənə qismət eləsin, mütləq alacağım. Amma hələlik bunu. Alhambralar yaxşıdır. Və çox gözəldir. 7-24 365 gün, 4 ildən bir 366 gün, həm səhər, həm işə, həm gəzməyə, həm də gecələyə istifadə edə biləcəyiniz bir ətirdir. Qalıcılığı yaxşıdır. Niyə? Çünki mən bunu neçə dəfə özümə fıskırtmışam mağazada, amma almamışam. Ən azından bir gün boyu qalıbdır. Paltarda daha çox qalacaq. İkinci ətir də testerdir. Tester deyib keçmin. Baxın, belə bir testerdir. Əslində mən orijinal ətirlərin testerlərini almağı xoşduram. Çünki ən böyük boyu, bunun boyu neçədir? 80 millidir. 80 milli. Orijinalın hardasa 30-50'sinin qiymətli olur. Yəni ki, daha olur və daha qalıcı olur. Her Secret Flame, Antonia Banderas. Antonia Banderas, Her Secret Flame. Onun gizli alovu. Onun amma bu dəfə qadın. Bunun kişi variantı da olur. Antonia Banderas, yəni ki, büdcəyə uyğundur. Tester elə 35 manatdır. Vallahi bu yadımda deyil. 24 manat idi, 26 manat idi. Neyse 25 manat civarındaydı. Bu da çox gözəl ətirdir. Burada amma həm gurmanika var, həm gül, həm də ki nə var? Həm də ki meyvə. Burada güllərin, meyvələrin qarışığıdır və bundan əlavə ənbərin 2 notu və odun notları var ki, hansı ki buna qurmanlıq, daha ləzzətli dad verir, elə qatır. Bu da çox gözəldir, amma bu daha tündür. Mən belə ətirləri gündəlik istifadə edirəm. Əslində payız qışa daha çox uyğundur, yazda da olar istifadə eləmək, amma bu bütün fəsillərə uyğundur. Belə mənim aldığım ətirlər bu qədər.